Xankəndi şəhərinin əsas küçəsində bir zamanlar separatçılar Azərbaycan əleyhinə hədyanlar yağdırırdılar. İndi bu küçədə qələbəmizin və suverenliyimizin rəmzi olan Zəfər Parkı inşa edilib. Təsadüfü görünmür. Xankəndi şəhərində Zəfər Parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni əks etdirir. Eyni zamanda park Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaradacaq. Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa, quruculuq işlərinin uğurla davam etdiyini nümayiş etdirir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma parkda yaradılan şərait barədə məlumat verdi. Ümumi sahəsi 9 hektar olan Zəfər Parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı iyulda burada aparılan işlərlə tanış olub. Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa edilib. 9-cu mərtəbədə Zəfər qalereyası, sərgi nümayiş zalı yaradılıb. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda 2023-cü ildə keçirilən antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub. Parkın ərazisində geniş miqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib. Fəvvarələr yaradılıb, işıqlandırma sistemi və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən çox kol və gül əkilib.